Selamlar. Bu gördüğünüz hoppa bu kadar. Hamısı mənim Yves Rocher'dan sifarişlərimdir. Bir dənə də belə səhv alacağam. Deməli mən bu firmanın düzü Azərbaycanda yaşında tanış değildim. Amma bura gəldim, bunları tanıdım. Və mənim idealıma çevirdilər. Yəni bunu çox bəyənirəm. Çox bəyənirəm həddindən artıq. Hətta indi görəcəksiniz açıqlamada. Yəni sifariş edəndə bir duxudan 4 dənə, 5 dənə sifariş elədiyim olur. Niyə belə edirəm? Çünki həm duxularını sevirəm, həm də bilirəm ki, keyfiyyəti yaxşıdır. Və bunu podruqalarıma ad günlərinə gedəndə hədiyyə eləyirəm. Mən əslində duxu hədiyyə eləməyi sevən biri deyiləm. Çünki bilirəm ki, zövqlər fərqlidir. Yəni mənim xoşuma gələn duxu başqa birinin xoşuna gəlməyə bilər. Amma bunların o qədər gözəl ətirlər var ki, yəni bunları bəyənməmək əldə deyil belə. Yəni bilmirəm, mən bunları ətrim abajayım. Belə, birinci sifarişimdə bu balaca qabda sifarişdə bir dənə beləsən toxuduğu, bir dənə də duş geldi. Düzü bu versiyasını birinci dəfədə sifariş edirəm. Bunun intensiv, yox bu intensiv deyil, bu parfümüdür. Gomme de Oise Evidence. Bu birinci dəfədə sifariş edirəm. Amma bunun bir dənə tünd rozu vəsi var. Mən onu çox sifariş eləmişəm. Amma bunu, bu mənim sevdiyim duş gelimdir. Siz bilirsiniz, bunlarla duş alandan sonra hatta 2 gün, 3 gün ətri üstündə qalır. Duxuların ətri isə deyə bilərəm ki, paltarı yuyuram, belə duxunun ətri getmir. Belə, keçirik birinci, bu duxunun özdə məxsus ətri var. Yəni, bunu məsəl üçün, bunu hədiyyə vermərəm. Çünki bunu hər adam bəyənər mi, bəyənməz mi, onu bilmirəm. Amma mənə görə çok güzel ətri var bu duxunun. Ay Allah. Vallahi deyirəm. Bilmirəm. Ay kaşkı bu ətri sizə ötürə bilsəm. Allah haqqı. Süperdi kızlar. Süper badak. Bu biləsini göstərim. Amma ətri belə ay. Ya üstümə vuran mən gecə bu ətrlə ben gece bu ətirdən yatmalıyım. Ay çok qəşəngdir bunun ətri. Bax buna ürəyim getdi. Bir də indi görəcəksiniz karobkalarda hatta 6-7 dənə bundan var. Bu dəstli belə, baxım dəstlidir. Bu məsəl üçün mənə görə hədiyyə üçün çox gözəl bir şeydir. Qoy belə açın, belə qəşəng estetik gözəl görsənsin. Bombastik. Kim istəməz ki belə bir dənə hədiyyə alsın? Düzdür, orijinal. Sən də getdin hədiyyələrin içinə. Gözləyəcəksən bari. Bir də hər Yves Rocher zakaz verəndə belə kvitansiya, ödəmə, belə ödəmə gəlir içində. Sonra bunu da online banking ilə ödəyirəm. Bax, bir korobkamı getdi. Geçirik ikinci korobka. O biyaları birinci korobkadan Evidence'in açıq rozu verdiyimdə rengi vardı. Size dediğim roza rengi budur. Bam bam. Prosta ki sen bombasan. Bu neti de çok güzeldi. Mesela bunu rahatça hediye verə bilərəm. Biləm ki açıldı. O içini cırdım. Ay Allah, ətirləri birdən gəlir. Ay Allah. Necə gözəldir, Allah haqqı, necə gözəldir. Ölürəm də, duxulardan ötürü ölürəm də. Bunun içində də vazgeçilməz duş gelim. Bambaram, yağlar elə, deyək ki duş gelinləndi. Olsa bunun 200'dür, o 100 idi, bu 200'dür. Və səyahətlərdən çox istifadə elədiyim quru şampuan. Quru şampun. Bu çox yaxşıdır. Yani hem vegan gedir, belə biləndə qabı var. Bu yaşını düzəldim. Belə qoysan qabın içinə. Bunu da hədiyyə verirsən. Tamam, belə çox qəşəng. Sevirəm belə şeyləri. Bunu da gördüyünüz kimi Rexnonga harda olacaq? Burada. Sən də getirin buna.
Keçirik ikinci. Ümumiyyətlə neçə korobkadır? 2 orada, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 dənə korobkada endirmə düşəndə bu duş gellərindən sabunları həddindən çox zakaz verdim. Çünki bilmirəm, birdən belə həyecanlandım. Dedim ki, birdən şeydə uspet eləmərəm, indi endirim bitər. Mən bu duş gellərimi sifariş verim öncədən. Onu da bu biyaşka duş gelindəndir. Hardasa 5 dənə var duş geli. Hələ ikisi də zakazdadır. Ona gələcək yəni. Hə, bunun içində Evidence'in intensiv yağıdır. Yağ deməyim, biraz belə qatı liquiddir. Amma bunun ətri prosta ki partlayış bombadır. Bunun ətri prosta. Ay Allah, bunlar. Ay Allah, bu belə şey necə ola bilər? Vallahi. Ay mamçıqo, bunun ətri. Elə bil bunları neyniyərəm? Yastığımın yanına qoyaram. Gecə hər dəfə duraram, çap bir dənə elədin, yatdın. Çak elədin, yatdın. Valla çox gözəldilər. Bomba, sinis, bacılarım. Bilmiyorum da, həm də yəqin qadın oldu, ona görə adam keyfi kökəlir belə şeylər görür. Bunu da orada açmışdım, içində elə şampunlarındandır. Quru şampunlar deyim. Noh, bir dənə daha. Ya, bax bu da, bu seriyada Duxudur. Mən düşünmürəm ki, məsəl üçün bunu hədiyyə verərəm. Çünki bu da elə bir seriyadır ki, hər bir insanın bəyənəcəyi şeydən deyil, cinsdən deyil, beləsən deyim. Amma, ay Allah, prosto uyutaydı. Ay Allah, ay mamçıqa, kaş bu iyi hiss eləyərdiniz. Ay mam, super, vallahi bomba bu. Bundandır. Çak. Bunlar məsələn hədiyyə üçündür. Ya da nə bilim, duş gelinizə qutardı. Duşdan sonra baxım istəyirsənsə, bunu şey deyə bilərsən, aç işlət. Hə, bunlar səyahət üçün almışam. Mən səyahət üçün balaca flakonlarında gellərdir. Bu da şeydir, əl kremidir. Təzə buraxılışındandır bu arada. Yves Rocher'dan gələn bağlamalar prosta ki bombadır. Bacı, sən bura mən kleyim. Sən dur burada. Və bu duş gellər. Buradan neçədəndir? 1, 2, 3, 4. Biri də oradadır. Və qızlar 4 dənə də buradadır. 1, 2, 3, 4. 1, 2, 3, 3 dənə şampun, quru şampun. Və 3 dənə onların qabı. Və yenə bax bu Duxudan almışam. Görən sizi açsam, yoxsa siz elə bilirsinə qoyum kiyalara. Siz uçan belə qoyum kiyalara ki, biləm ki, 2 dənə pakongum açıq var, hazır var. Bir dənəsi var. Sən tez açırım. Bunu da ödəyəcəm, elə ödəməmişəm. Sən də durdun burada qaqa. Hə, bu elə budur. Görürsünüz, burada ortasından görsənir. Eyni şeylərdir. Yəni, bu budur. Mən hədiyyə verməyi ümumiyyətlə çox sevən insanam. Hədiyyə alanda o qədər sevinmirəm, hətta deyə bilərəm hədiyyə verəndə. Hətta inşallah deyim 50.000 izləyicim olsun. Bir hədiyyə verəcəm. Duxu hədiyyə verəcəm və 100-cü kommentariya bildirənə bunu hədiyyə verəcəm. Hətta bunu da yanına hədiyyə verəcəm. İçində də quru şampunu var. Sizə söz verirəm qızlar. Hə, bu duxu. Oy. Bu prosta həyatdır, bu bombadır, bu çox şeydir. Deməli, 81% təbii yazıb. Doğrularını bilmirəm, doğru yalan. Amma sən də çox gözəlsən, ay qız. Bunlara belə qoyum. Nəyə qəşəngsən, ay qız. Gülcüyü çəksən, ay qız. Sən bombasan, səni sevdim. Duxuların hamısını bir qaba qoyum. Çünki burada yenə çıxacaq duxular. Ay mamicik, gəl. 9 dənə, 11 dənə idi. 9'unu açmışam, ikisi qalıb. 9'unu açmışam, 9'uncunu açıram, ikisi qalıb. Bu da bir ödəməsidir. Bu təkcə kişi duxusu deyil, kişi duş gelidir. Bunların ətirləri də çox gözəl olur. Ambre Never. Bu da duş gelidir. Bunları niyə aldım? Çünki yoldaşıma hədiyyə edim.
Bunları indi aşağıda podvala qoyub orada qoyacağım. Hər bayramda zaten çıxartacağım. Yəni keyf olmayandan çıxartacağım deyəcəm ki, ala, gəl keyfimiz düzəlsin bala. Sən də sevin, mən də sevin. Həm də borclu çıx ki, mənə geyib hədiyyə alasın. Küdüksudum. Bol ödəməsi. Zvay. 4 tane ödəmə var. Getdim bura. Bu da kişi dokusudur. Bundan almışdım yoldaşıma. Çok hoşuna gelmişti. Ona göre düşündüm ki hazır bu da indirime düşür. Alın bunu. Bomba. İndi kişi olmak istedim. Ay gəlsə də vurum. Üstümdə çok qəşəng toxu var. Birini vurmuşam. Bir tane bekleyeyim. Ay bu necə güzeldir. Yok buna versem. Ad gündə vermeyeceğim. Bunu verip bahalı hediye göstermək lazımdır kızlar. Bunu prosaka ad gündə havaya vermiş olurum. Orasını verirəm ad gündə. Bunun içində bir tane də belə bundan var elə. Yəni kodundan görsən. Məsələn, Azərbaycana gələndə bu duxuları orijinaldır da. Azərbaycana gələndə gətirsəm görən özümdən hədiyyə kimi, ya satmaq kimi necə olar. Bu da kişi duxusudur. Bunun iyi, yəni kosmik bir şeydir. Yəni bunu hiçbir şey demeden bunu hediye elədiyiniz kişi biləcək ki, siz qarşılığında daha böyük bir hediye gözləyirsiniz. Belə. Burada bəm. Bu da burada. Hoca sen de gel bura, ana hayır etsən orada. Tek başına durursan. Deməli, sifarişlərim bu qədərdir. İndi düşünürəm ki, bunların hara koyayım. Çünkü 2 tane şkafım var bunlar için. Onların ikisi de doludur. Bunları düşünmeliyim. Hara koyayım. Bir hissəsi gedəcək yerlərə. Yəni podvala. O birisilər də baha görə yenilik.